bugünkü gündə fikir cəmləməkdə çox problem yaşayırıq. Ər arvada WhatsApp-da yazır ki, mənə çay gətir. Beynin analiz eləmə qabiliyyəti ölür günü-gündən. 50 yaşlı bir adam deyir ki, Marsda həyat tapıblar, orada getmək 60 ildir. 60 il adam o qədər özünü əbədi hiss edir. Yəni abad elitli qalıb Marsda yox. Biz həmin insanlar deyik, cənnət var, ora getməyə tələsmir. Ancaq Marsa getməyə tələsmir. Elm, texnika, texnologiya nə qədər sürətlə inkişaf eləsin, yenə insan öləcək və yenə Rəbbinə qarşı-qarşıya gələcək. O gün ki, pərdələr qalxar, pərdələr enər, Əzrailə xoş gəldin deməkdir hünər. Bir insana öz müəllimi bir video göstərir. İnsanların bir-bir öldürüldüyü, güllələndiyi bir video. Yəqin ki, bu müharibə dönəmində, yəqin 2-ci Dünya müharibəsi dönəmində onu təmsil edən bir videodur. İnsanlar birini öldürür, o birini də öldürür. Bir sıra gəlir öldürə. Deyir ki, ən axırdakı insan gülür. Ən axırdakı insan gülür. 5-6 nəfər var. Görür da ki, o birini güllələdi, biri öldü. O birini güllələdi, biri öldü. Ən axırıncı insan gülür. Videonu saxlayır, uşaqdan soruşur ki, tələbəsindən, bu insan niyə gülür? Deyir ki, yəqin ki, sərxoşdur. İçkidən istifadə edib və yaxud da hansısa bir narkotik maddədən istifadə edib. O səbəblə ola bilər. Amma normalda ağlı başında olan bir adam o qədər sevinç içərisində olmamalıdır. Sən artıq ölümə doğru gedirsən, ölümdə bir pillə qalıb. İndi günümüzə gətirəndə o məsələni, insanların ətrafında anası ölür, atası ölür, qonşusu ölür. Yəni o bəlkə də sırayla düzüb bir yerdə güllələmirlər bizi, amma onun gülləsi qutarıb ki, hansısa bir şəhərdən təzədən güllə gətirəndən sonra öldürə bilər də. Yəni onun da məsafəsi uzana bilər, onun da vaxtı uzana bilər. Bizdə də məchul bir şeydir, ölümün gəlib çatma anı. Ölümün olduğu bu dünyada gülə bilmək üçün rahat, daha çox belə deyək, həddindən artıq pozitiv ola bilmək üçün gərək ya sərxoş olasan, ya ağlı bitirəsən. Yəni o ölüm odaqlı yaşamayan insanların ya sərxoş olmaları lazımdır, ya da mən belə bir qənaətə gəlirəm. Ya da ağlını itirməsi lazımdır. Və ağlı başında olan, sərxoş olmayan bir insan Allahı tanımaqda heç bir çətinlik məncə çəkməyəcək. Çünki ölüm gəlir və o ölümə hazır olaraqdan gedə bilməlisən. Və deyir, Allahdan uzaqlaşınca insan ləzzətlərlə, bu dünyalıq sərxoş edici ləzzətlərlə özünü cəzalandırır. Əslində bir sərxoşluq gətirir ki, bu gerçəkliyi biraz unuda bilsin, biraz ağlı özündə olmasın, onu çox fikirləşib daha da tez ürəyi partlayıb ölməsin deyə biraz şey deyir. Amma bu bir gerçəklikdir ki, hamımız bir gün öləcəyik. Bundan qaçış yoxdur yəni. Bu dəqiqə hal-hazırda İslamı tənqid edən elm ancaq deyən İslam elmi qadağa eləmir ki. Texnologiyanın inkişafına məsələn baxanda insanların həyatlarını daha da günü-gündən puç eləyir yəni. Fayda verirmi? Bəli, verir. Amma faydasından daha çox ziyanı var. Bugünkü gündə fikir cəmləməkdə çox problem yaşayırıq. Bir doğru düzgün danışa bilmirik. Bir-birimizlə ünsiyyət qura bilmirik. Ailədə oturub ər arvada WhatsApp-da yazır ki, mənə çay gətir oradan. Və yaxud da uşaqlarımız belə çevirə-çevirə qalıb. Beynin analiz eləmə qabiliyyəti ölür günü-gündən. Neçə dənə mövzu fırlayırıq bir dəqiqənin ərzində? 20-25 dənə mövzu fırlayırıq. Hərəsi də başqa şeylər danışır. Hərəsi başqa bir ləhcədə danışır, başqa bir musiqi ilə danışır və belə bir dünyada ölümə çarə tapan heç bir texnologiya yoxdur. Heç bir elm yoxdur. Ölüm Allahdandır. Bunu cavabını sadəcə Allah verir. Allahdan gəlmişik, Allah üçün yaşayırıq, Allaha gedəcəyik. Elm sadəcə bu dünyada nətər rahat yaşaya bilərsən, onu sənə açıqlaya bilər. Keçənlərdə 50 yaşlı bir adam deyir ki, Marsda həyat tapıblar, orada getmək 60 ildir. Və imkan olaydı, nə bilim də. Deyirəm, sən birinci ömrün kifayət eləməz. 60 il adam o qədər özünü əbədi hiss edir. Yəni abad elitli qalıb Marsda yox. Həqiqətən deyir ki, belə bir təsəvvür var ki, yerdə qiyamət qopacaq, sadəcə yer kürəsi dağılacaq. Mars sanki başqa bir əstəğfurullah Allah tərəfindən idarə olunur. Allahın dünyası sadəcə bu dünyadır kimi şey eləyir. Biz həmin insanlar deyik, cənnət var, ora getməyə tələsmir. Ancaq Marsa getməyə tələsir. Bəli. Heç çatacaq ömrü də yoxdur. Yəni 60 ili yolda keçirmək üçün səni yeyəcək lazımdır, sənə içəcək lazımdır. Bu şeyləri heç tamamilə göz ardı eləyir, sanki bir ümidlə. Və bizə də düşən xof və rəca arasında, yəni ümid və qorxu arasında bir ömür sürə bilməkdir. Allah Teala hər birimizə Allahı layiqli şəkildə tanımağı, ona layiqli şəkildə ibadət eləməyi nəsib eləsin inşallah. Çox sağ olun, çox təşəkkür edirik. Çox aktual məsələlərə bu günlərim toxundunuz. Çox gözəl fikirlər söylədiniz və izləyənlərimizdən əgər bir xahişimiz odur ki, əgər video xoşlarına gələrsə, daha çox insanı paylaşaraq, bəyəni ataraq, yorum yazaraq, daha çox insanın qarşısına bu videonun çıxmasına bir vəsilə, bir kömək
ola bilərlər. Allah hər birinizdən razı olsun. Və bu tipli videolarımıza daha çox baxış gələrsə, biz bu tipli videoların sayını çoxaltmağı düşünürük. Siz də uzun yoldan gəldiniz. Bir daha sizə dərin-dərin təşəkkürlərimizi Siz sağ olun. bildiririk. Allah Siz sağ sizdən olun. razı olsun. Amin cümləmizdən razı olsun. Mən bir şey deyim, əgər baxış gəlməsə də davam eləyək. İnşallah. Ya onda daha çox video. Başa düşürəm, doğru sizin fikrinizi anlayıram. Biz üzərinə düşən vəzifəni yenə yetirəcəyik. Baxsalar da, baxmasalar da. Əlbəttə ki. Təbii ki, baxan, yəni bizim dostlarımız, qardaşlarımız, tanışlarımız var, rəy yazanlar da var, təşəkkür edənlər də var. Biz bunu üstün etmirik. Və əlbəttə ki, Bəli, bəli, daha Allah çox üçün- insana Allah üçün çata eləyirik. bilmək üçün. Allah razı olsun, bizim boynumuzun borcudur. Sabah qiyamət günündə kimsə bizə deməsin ki, ay Aqil Hoca, ay Araz müəllim, siz bunu bilirdiniz, niyə bizə demədiniz? Əlbəttə. Bax, deməli demə, o türlərdə var. Bəli. Duyduq, duymadıq deməyin dilləri, vururlar şeyi, Bəli, davulu, bəli. duyduq, duymadıq deməyin. Yəni, duyduq, duymadıq deməyin. Biz deyirik ki, belə bir şey var, bəli, din, iman, mənəviyyat bizi xilas edən bunlardır. Bayaq dediyiniz kimi, ölümlü dünyada yaşayırıq. Elm, texnika, texnologiya nə qədər sürətlə inkişaf eləsin, yenə insan öləcək və yenə Rəbbinə qarşı-qarşıya gələcək. Və Quran-Kərimdə bayaq dediniz ki, insana gülməkdən necə gülə bilirlər bu şəkildə. İnsandır, insan qəlbdir, insan qəlbi dəyişkəndir. Bəzən sevincli olur, bəzən kədərli, bəzən hüzünlü ola bilir. Amma Quran-Kərimdə Allah buyurur ki, qullarıma söylə ki, az gülsünlər, çox ağlasınlar. Və Peyğəmbər Əfəndimiz Əleyhisselam buyurur ki, əgər siz mənim bildiklərimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz. Yəni bu gülmək də təbii ki, Peyğəmbərimiz də zarafat daşıyırdı. Yəni qəhqəhə çəkib Əlbəttə. özdən gedilməz insan. Hətta biz oxuyarkən tərəf hocalarımız bərkdən gülənə deyir ki, cənnətə girmirsən. Cənnətə girdim elə bərkdən gülürsən, qəhqəhə çəkirsən. Yəni qəhqəhə Mövlana Həzrətlərin dediyi kimi bu son olsun. Mövlana Həzrətləri Allah rəhmət eləsin deyir ki, əslində gülən sonda güləndir. Sonda gülməyi Allah bizə nəsib eləsin. Yenə Nəcib Fazilin çox gözəl ifadəsi var. Deyir ki, o gün ki pərdələr qalxar, pərdələr enər, Əzrailə xoş gəldin deməkdir hünər. Allah sizdən razı olsun. Çox sağ olun. Allah sizdən razı olsun. Minnətdaram. Çox sağ olun. Bununla da Minbər TV-nin bugünkü buraxılışı yekunlaşmış oldu. Allah sizdən razı olsun. Gələn görüşlər ümidi ilə.